Salam əziz dostlar, bugün istəyirəm Azərbaycanın ləzzətli quymaqlarından biri Bakı quymağını bişirəm. Mən ölçüləri çox az tutdum, siz çoxalda bilərsiniz. Pişirəndə böyük tavalarda pişirin ki, qazmağınız daha çox olsun. Bu quymağın şirini az olmalıdır, çünki sonra şəkər və darçinlə serv olunur. Bu quymağı pişirməyə unu kərə yağında qovurmaqla başlayırıq. Unu biraz qovurduqdan sonra ona sarı kök və çox az şəkər əlavə edib qaynar su ilə yavaş-yavaş unu açırıq. Ölçülər kəpşəndə yazılıdır. Lütfən diqqətlə oxuyun. Quymağımız qavam aldıqdan sonra ona zəfiran əlavə edirik. Quymaq qavam aldıqdan sonra nə qapaq qoyuruq və nə qaşıq vururuq. Orta atəşdə dözürük ki, suyunu çəkib və qazmaq salsın. Yaxşıca qazmaq saldıqdan sonra serv qabına alıb üzərinə şəkər darçin səpin. Baxan, pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli resep istəyən peycimə baş vursun. Sağ olun ki, məndən yol bir oldunuz. Təşəkkürlər.